Uşaqlarda qusma və ishal hər zaman qida zəhərlənməsi deməkdir. Əksər hallarda xeyr. Qida zəhərlənməsi düzgün saxlanmayan qidalarda olan mikrobların toksinlərinə bağlıdır. Bu zaman əlamətlər çox tez başlayır. Əsasən güclü qusma olur. Bəzən toksinlər sinir sisteminə də təsir edə bilər. Tərləmə, halsızlıq, nadir hallarda görmə pozğunluğu və əzələ zəifliyi ola bilər. Məsələn, Bacillus cereus, botulizm kimi bakteriyalar buna səbəb ola bilər. Amma uşaqlarda qusma və ishalın ən çox səbəbi gastroenteritdir. Burada virus və ya bakteriyalar bağırsağı zədələyir. İshal, hərarət və halsızlıq ön planda olur. Xəstəlik bir neçə gün davam edir. Hər iki halda ən vacib müalicə maye dəstəyidir. Əgər uşaq içə bilirsə ağızdan, içə bilmirsə və ya çox qusursa damardan maye. Qida zəhərlənmələrinin çoxu da yüngül keçir və sadəcə maye ilə düzəlir. Amma şübhəli qida qəbulu, sinir sistemi əlamətləri, ağır halsızlıq olarsa, mütləq həkimə müraciət edin. Qida zəhərlənməsi sadəcə maye köçürməklə sağalmaya bilər.